Bu günləri Vişnovka bağlarının qonağı olduq. Sizlər üçün bir dənə 13 bala zəlzəliyə davamlı bir dənə gözəl villa çəkəcəyik ki, şəlalə fontan öz yerində. Salam əziz Treqrup izləyiciləri, Qərə Vişnovka bağlarındadır. Sizlər üçün gözəl bir dənə villanın təqdimatına gəlmişik ki, ilk öncə vurğuladığım kimi, tikən bunu deyir ki, Qərə, mən burada bir dənə iş görmüşəm ki, hamısı özüm üçün tikildiyi olduğu üçün, yəni şəxsi tikili olduğu üçün, hər bir şeyin bahalısından istifadə eləmişəm, möhkəmindən istifadə eləmişəm. Demək, arxamda gördüyünüz bu şəlalə Leningraddan gətirilib musiqi şəlalədir. Sadəcə musiqi hissəsini qoşulmuyub, amma şəlalənin öz ləzzəti başqadır. Metrdən 4 metrlik olan baseyn yayda demək olar ki, buranın ab-havasını dəyişir. Demək, sol tərəfdə gördüyümüz bağlı qış söhbətgahıdır. Orada açıq bir dənə də söhbətgahımız var. Əyitin bu hissəsi isə bizə yaşıllığa aparır. Bəh, 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 nə gözəl. Demək, vurğulamalı bir neçə dənə nöqtə var. Burada 2 dənə ambar var. Ambar deyil də, su ambarı, ehtiyat su ambarı. 100 tonluq var. Hansı ki, quyu suyudur. Gəlir əyitbazda gördüyünüz hamısı onu ilə sulanır. Bir də 30 tonluq şirin su üçün ehtiyat ambarımız var. Atalar deyib ki, ehtiyat igidinin yarışığıdır. Kişi də iş görüb. İşıqlar həmişə var. Sadəcə, bax, sələrkə ilə işləyən burada generatorumuz var. Yəni, işıq söndü söhbəti yoxdur. Qonaqlar gəldi, yiyib içən yerdə, işıq getdi zat, onları yaddan çıxardım. Bir dənə plaşatkamız var burada ki, rahat ne deyim sizə? Mən deyim 20, siz deyin 30. Rahat maşın saxlamağa, park eləməyə yerimiz var. Keçi evin içinə. Villamız tam əşyalıdır. Özü bir dənə otaqlar var burada ki, nə bilim, göstərmək lazım deyək. Bəh, deyirəm, bu tərz yaşayış tərzi, başqa ab-havadır da. Burada niyə qocalasan? Gəldi, çıxdı videomuzun sonuna. Bu gözəl villanı bəyəndinizsə, ünvanı Treqrupdur. Qərənin burada nömrələri yazılmalıdır, yazıldı. Yığırsınız Qərənin nömrələrinə, Qərə sizi götürüb gəlir bura. Allah alına da sana da xeyir versin. Görüşərik dostlar.